Tahir müəllim hal-hazırda 75 yaşı var. Oradan buradan tamaşasında qəlyan çəkən dayı rolundadır, bilirsiniz. Və Tahir müəllim neçənci ildə doğulmuşdur? 50-ci ildə. 50-ci ilin yanvarının 28-i. Bəs harada təhsil almısınız? Təhsil almışam. Orta məktəbi qutarandan sonra gəlib İncəsənət İnstitutuna Musiqi Komediya Aktyorluq Fakültəsinə girmişəm. 5 il 6 ay orada oxumuşam mən. 70-ci ildə daxil. Bəli, 70-də girib, 76-da qurtarmışam Musiqi Komediya Aktyorluğunu. Və teatrda da 6-7 ilə vəzifələrdə işləmişəm. Bəli. Xorda da oxumuşam, başqa vəzifələrdə də işləmişəm. Ondan sonra kukla teatrına keçmişəm. Kukla teatrında da bir 35 ildə kukla teatrında işləmişəm. Və maraqlısı odur ki, siz deməli bir teatrda rəhbər vəzifəsində olmusunuz. Bəli, bəli. Axşam bəzi teatrda mühafizədə. Bəli. Mən həm kukla teatrında işləmişəm. Gündüz. Axşam da, axşam mən orada kukla teatrında işləmişəm. Saat 8-dən sonra, səhər saat 8-əcə. Gündüz də mədəniyyət evində müdür işləmişəm. Bütün tədbirləri keçirdirdim. Nəsibə xanım gəlirdi, Yaşar Nurlu, Siyavuş gəlirdilər ona, tamaşalar göstərirdilər. Və onlar orada həmişə konsertlər təşkil edirdilər, gəlirdilər ona. Hacıbaba Bağırov. Hacıbaba Bağırov deyəm, Siyavuş, hamısı gəlirdilər orada. Hamısı orada razı gəlib gedirdilər orada. Ən çox münasibətiniz olduğu kimləri idi aktyorlar? Ən çox münasibət olduğum Lütfəli Abdullayov olur, bir də Nəsibə xanım Zeynalov olur. Onlarla yaxın olmuş. Hansı xatirələr var? Xatirlər oldu, onlar məndən əl çəkmirdilər. Həmişə mənim yanımda məni dəvət edirdilər öz məclislərinə. Lütfəli məndən əl çəkmirdi, bağında olurdum mən. Lütfəli nə deyirdi? Lütfəli dedi, sən mənim cavanlığıma oxşuyursan. Mən arşın malında çəkiləndə sən yaşlıydın. Deyirsən mənim cavanlığıma oxşuyursan. Yaşar da deyirdi ki, sən atamın yadigarısan. Əl çəkmirdi məndən. Şəkillərimiz adımız var. Evet.